Cisco CCNA imtahanına düşə biləcək suallardan 31-cisinin izahına başladıq. Bu sual bizdən soruşur ki, Three-Tier Network arxitekturasına aid hansı iki cavab düzdür? Doğru cavab A və B variantı. A variantında deyilir ki, distribution layer'də Layer 2 və Layer 3 texnologiyalarından istifadə olunur. B variantında deyilir ki, Core Network elə dizayn olunubdur ki, oradakı cihazlarda problem olsa belə şəbəkədə kəsinti olmasın. Bu şəkildə Three-Tier Network arxitekturası göstərilib, ən yuxarıda Core Layer, daha sonra Distribution Layer, ən aşağıda isə Access Layer'dir. Access Layer'dəki cihazlar redundancy üçün Distribution Layer'dəki cihazlara qoşulub. Distribution Layer'dəki cihazlar da yenə Core Layer'dəki cihazlara qoşulub. Keçək növbəti sualımıza. 32 nömrəli sual bizdən soruşur ki, hansı növ IP version 6 adreslər publicly routable-dur? Hansı ki IP version 4-dəki public IP adreslər kimi. Doğru cavabımız D variantı. IP version 6-da public IP-lər Global Unicast adlandırılır. Doğru cavab D variantı. Global Unicast. Burada hansı növ IP version 6 IP-lər, hansı növ IP version 4 IP-lərə uyğun gəldiyi göstərilib. IP version 6 Global Unicast IP-lər IP version 4-də public IP-lərə uyğun gəlir. IP version 6-da Unique Local IP-lər IP version 4-də Private IP-lərə uyğun gəlir. IP version 6-da Link Local IP-lər IP version 4-də APIPA IP-lərinə uyğun gəlir. Keçək növbəti sualımıza. 33 nömrəli sual bizdən soruşur ki, aşağıdakı variantlardan hansı EUI 64 adreslərinə generate olmasına aiddir? Doğru cavabımız C variantı. C variantında deyilir ki, interfeysin MAC adresindəki 7-ci bit tərsinə çevrilir. Bunu şəkil ilə izah edəcəm. Bu şəkildə interfeysin MAC adresi görsənir. Həmin MAC adresin düz ortasına, hansı ki 47 və 75-in ortasına FF, F0 əlavə olunur. Və daha sonra bu hissə 16-lıq say sistemindən 2-lik say sisteminə çevrilir. 16-lıq say sistemindən 2-lik say sisteminə çevrilib belə bir rəqəm əldə elədik. Daha sonra onun 7-ci biti tərsinə çevrilir. Burada 7-ci bit 0-dırsa 1 olacaq, 1-dirsə 0 olacaq. Bu nümunədə 7-ci bit 0-dır və 1-ə çevrilib. Və həmin aldığımız bu dəyər yenidən 2-lik say sistemindən 10-luq say sisteminə çevrilir. Başda gördüyümüz FC burada F I hərfinə çevrilib. F E hərfinə çevrilib. Bu formada EUI 64 IP adreslər generate olunur. Bu sual bizdən deyir ki, birinci mərtəbədə 24 user, ikinci mərtəbədə 29 user, üçüncü mərtəbədə 28 user və dördüncü mərtəbədə isə 22 user var. Sual da bizdən soruşur ki, hansı subnet ilə şəbəkəni israf etmədən bölə bilərik və summary olaraq hansı subnet olacaq? Doğru cavabımız C variantıdır. C variantında deyilir ki, summary üçün /25, 192.168.00/25 və hər mərtəbə üçün isə 192.168.00/27 ayrılıb. Buradan biz /27-ni 2-lik say sistemində göstərilib. Sonuncu okteta bir diqqət eləyəsi olsaq, 3 bit network üçün, 5 bit isə host üçün ayrılıb. 2 üstü 5-imiz eləyəcək 32. Yəni ki, /27-də 32 ədəd IP olacaq. 32 ədəd IP-dən isə biri network ID, birisi də broadcast IP-dir. Bunlar isə istifadəyə yararlı IP-lər deyil. 2 dənə IP-miz getdi, yerdə qaldı 30 dənə IP-miz. Yəni ki, /27-də istifadəyə yararlı IP-lərin sayı 30-dur. 30 dənə istifadəyə yararlı IP bizə uyğun gəlir. Yəni ki, burada qeyd olunmuşdur. 24 user var, 30 dənə istifadəyə yararlı IP-miz var, ona uyğundur. 29 user üçün də, 28 user üçün də, 22 user üçün də istifadəyə yararlı IP-lərin sayı 30 olan, yəni ki, /27 uyğun gəlir. /27-də IP-lərin sayı 32 ədəddir. Burada da qeyd olunub ki, 4 mərtəbə var. 4 dəfə 32-miz də 128 eləyəcək. Biz /25 ilə onu göstərə bilərik. /25 olduğu halda ümumi IP-lərin sayı 128 olacaq. Ona görə də burada summary olaraq /25 uyğun gəlir. Burada isə /25-i bu formada göstərilib. Burada isə /25 yenə də bu formada göstərilib. /25 və /27 subnet maskı onluq say sistemində göstərilib.
Keçək növbəti sualımıza. Bu sual bizdən soruşur ki, yeni ofis açılıb və 20 istifadəçi üçün subnet ayırmalıyıq. IP adresləri israf etmədən hansı subnet və subnet maskdan istifadə etməliyik? Burada /28 qeyd olunub. /28 olduğu halda 225 0-dan 225 15-ə kimi olan IP-lərdir. Növbətidə isə yenə də /28 qeyd olunub. Bu halda 225 16 IP-sindən 225 31 IP-sinə kimi olan IP-lərimiz bu aralığa aiddir. Burada isə /26 qeyd olunub. /26-da isə 225.64-dən 225 127-yə kimi olan IP-lərimiz aiddir. Burada isə bizə deyilirdi ki, növbəti 20 host üçün subneti ayırmalıyıq. Həm subneti qeyd eləməliyik, həm də ki, subnet maskı. Bu yerdə gördük ki, hansı ki 16-dan 31-ə kimi olan IP-lərimiz idi. Növbəti subnet 32-dən başlamalıydı. Amma burada isə 64-dən başlayır. Ona görə buradakı 32-dən olan IP-ləri götürə bilərik. Hansı ki 20 host olduğu halda /27-dən istifadə edə bilərik. /27 olduğu halda 4-cü oktetimizdə görürük ki 3 dənə 1 var və 5 dənə də 0 var. 5 dənə 0 isə host üçün ayrılmış hissədir. 2/5-imiz eləyəcək 32. Oradan 2 dənə IP-ni istifadə edə bilmirik. Network ID-ni və broadcast IP-ni. Yerdə qalır 30 ədəd istifadə yararlı IP. Burada da 20 host qeyd olunub. İşimizə yarayır. O baxımdan /27-dən biz istifadə edə bilərik. /27-ni onluq say sistemində yazası olsaq 255, 255, 255, 224 kimi. Buradakı kimi yaza bilərik. Burada isə oxşar iki cavabımız var. C və D variantında ikisində də subnet mask 255, 255, 255, 224 kimi qeyd olunub. Burada isə bayaq biz dedik ki, növbəti network ID olacaq 225.32. Ona görə D variantını seçirik. Doğru cavabımız D variantı.